Salam əziz dostlar. Bugünkü mövzumuz conditional sentezlər haqqındadır. Siz ekranda buna aid bir nümunə görürsünüz. Cümləyə baxaq. If he harda, he would have passed the exam. If he buraxılmış nöqtə harda. İkinci tərəfdə would have passed olduğuna görə bu bizə söz conditionaldan xəbər verir. Buraxılmış nöqtələrin yerinə doğru variant kimi had studied seçəcəyik. Niyə? Çünki söz conditional sentezlərdə keçmişdə baş verməyən hadisə və onun nəticələri haqqında danışdıqda istifadə edirik. If-dən sonra past perfect strukturu, daha sonra would, present perfect strukturu gəlir. Əgər bu qaydanı tətbiq etsək cümlədə, doğru cümləmiz bu şəkildə olacaq. If he had studied harder, he would have passed the exam. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Daha çox insanlar bundan faydalansınlar. Diqqətinizə görə sağ olun.